dərəcələri qoyduqdan sonra prosesimizə başlayırıq. Diqqətlə izləyin. Görün necə gözəl aparatdır. Özü əyir, özü qaldırır. Baxın, diqqətlə izləyin. Buradan 8 qoy. 8. Buradan 8 qoy, 8. Ay sağ ol, çox. Alıb bura. 3-cü dərəcəmizi qoyuruq. Biz bunu, bu prosesi elə təşkilləşdirmişik ki, yəni fırlama hissəsi çox olmasın. Diqqətlə izləyin. Əvvəldən hazırladığımız belə bir şablon var, 2 sant yarım deyilən bir şeydir. Yəni o kanyokun baş hissəsi 2 sant yarım olmalıdır. Yəni standart 25'li kanyok olan zaman orta hissəsi 2 yarım olmalıdır. 2 sant yarım. Bu kanyok hissənin bir dənə fırlama hissəsi var. Bircə dəfə fırlayırsan, tərs tərəfdən girməliyik. Ki, ikinci o hissəni də tamamlaya bilək. Buyurun, kanyok hissəsi də hazır.